İkinci Dünya Müharibəsi 1939-cu ilin sentyabrın 1-də başlasa da, SSR müharibəyə bir qədər gec, 1941-ci ilin iyunun 22-sində Almanların SSR-yə hücumu ilə başladı. İkinci Dünya Müharibəsindən öncə SSR Sovet-Fin Qış Müharibəsi kimi tanınan müharibəyə qoşulur. 1939-cu il noyabrın 30-da tarixə Qış Müharibəsi kimi düşən Sovet-Fin müharibəsi başlayır. 105 gün çəkən müharibə 1940-cı ilin 12 martında bitir. SSR Almanlar üzərində qələbədən sonra hələ təslim olmayan militarist Yaponiyasına qarşı müharibə başladacağını 1943-cü ilin noyabr ayında Tehran konferansında bildirmişdi. 1945-ci il avqustun 8-də SSR Yaponiyaya qarşı olan əməliyyatlara qoşuldu və bu müharibə militarist Yaponiyasının təslim olması ilə sentyabrın 2-sində bitir. Bu müharibələrin ikisində və yaxud üçündə iştirak edən həmyerlilərimiz kifayət qədər idi. O zamanlar həqiqi hərbi xidmət 3 il olduğu üçün Sovet ordusunun əskərləri xidmət etdikləri polklardan və bölmələrdən ön cəbhəyə yollanırdılar. Onların hərbi xidməti bir qədər çox, 6-8 il çəkirdi. Bu müharibələrdə iştirak edən Ramanalıların da sayı kifayət qədərdir. 3 müharibədə iştirak edənlər: Əhmədov Neymət, Eyvazov Hidayət. Sovet-Fin 2-ci Dünya Müharibəsində iştirak edənlər: Ağayev Eynullah, Babaş Kərbəlayı Quluoğlu, Eyvazov Ramiz, İsrafilov Əli, İsrafilov İsmail, Qafarov Seyid Həsən.